Боль. И с этого момента началось осознание, что никто из моих близких не считает меня плохой, кроме меня самой. Меня любят, меня сострадают, мне желают выздоровления, меня берегут. Болезнь не делает тебя плохим человеком. Вам смешно было бы услышать о том, что кто-то считает себя дурным из-за сахарного диабета или сломанной ноги. Ситуация с bipolarным расстройством ничем не отличается. Sağır diabet özü ilə dərin depressiya gətirir. Bunu daha öncə də müzakirə eləmişdik. Yəni ona görə də özünü günahlandıran var dünyada, əminəm. Bu deyir ki, yox, heç kim özünü buna görə günahlandırmır, amma ruhsal problemlərə görə günahlandıra bilirsən. Bəzən olur ki, heç insan hər şeyi öz yerindədir, başqaları ona çamur atır. O gün anan sənə çamur atmağından danışırdıq dünən. Yəni bunu da öz pis əməllərini alət eləmək üçün insanlar hər şeyə başvururlar. Dünya o qədər təhlükəli yerdir ki, həqiqətən də valideyn olmağa çalışanların dilləri, əllərindən öpülməli adamlar da o cür şir ürəyi yeyiblər. Ondan çox razıyam. Yəni deyir ki, bar da olsaz, bipolar affektiv rasstroystvo diaqnozu da sizə qoyulsa, özünüzü günahlandırmaq lazım deyil ki, yəni mən niyə belə pisəm, mən niyə, yəni sizlik bir şey yoxdur da. Yəni əgər həqiqətən də normal olaraq doğrudan da diaqnozunuz budursa, bir şeyləri düzəltmək üçün çalışmalısınız deyir. Bilmirəm. Çox adam deyir, o qədər video da var ki, deyirlər ki, mən bu xəstəliklə yaşayıram. Bilmirəm nə qədər doğrudur. Yəni öz həyatlarda özləri bilərlər. Necə ki, xərçəngəm deyə paylaşırlar, başqa şeyləri paylaşırlar ki, bu xəstəliklə necə yaşayıram, baxın görün həyatıma. Hər şey göstərirlər, digər başqa şeylər. Adlarını çəkmək istəmirəm də. Однако болезнь точно делает вас уязвимее. Восприимчивее к стрессам, боли, перегрузкам и эмоциональным всплескам. Это не ваша вина. Burada da 5-6 söz var bilmədik, bayaqdan sayırıq. Это ваша особенность. И с ней можно и нужно бережно обращаться, учиться жить с этой уязвимостью. Берегите себя, берегите своих любимых. Вы не стали хуже из-за того, что вы заболели. Вы стали лишь уязвимее. Belə. Bir şeylər öyrənməyə çalışdığımız bir mətn oldu. Dediyim kimi, bilirdim maraqlı olacaq. Düzdür, çox bir şey, dərin bir şey yazmadı burada. Nə əlamətlər göstərir, amma yenə də indi biz etiraflara keçə bilərik. Özünüzə yaxşı baxın, xoş həftə sonu diləyirəm.